Salam əziz şagirdlər. Bu videoda natural ədədlər mövzusunun 3-cü bölməsini izah edəcəm. Natural ədədlərin bölünmə əlamətləri, qalıqlı bölmə. Baxaq birinci suala. X-in yerinə hansı rəqəmi yazdıqda bu ədəd 9-a tam bölünür? 9-a bölünmə əlaməti odur ki, ədədin rəqəmləri cəmi 9-a tam bölünürsə, deməli həmin ədəd də 9-a tam bölünür. İndi baxaq bu ədədin rəqəmləri cəminə. 5 üstəgəl 3 üstə x üstə 8 üstə 6 üstə x üstəgəl 3. Rəqəmləri cəmi 9-a tam bölünməlidir. Bərabərdir. 8, 16, 22, 25. 25 üstəgəl 2x bölünsün 9. İndi baxaq görə x-a hansı qiyməti versək, bu ifadə 9-a tam bölünər. Məsələn, x-a verə 1. 25 üstəgəl 2 vur 1 böl 9. Bərabərdir. 27 böl 9. Alındı 3. Deməli, x-in bir qiymətində bu ədəd 9-a tam bölünür. Cavab B variantı. Baxaq indi ikinci suala. A ədədini 10-a böldükdə natamam qismətdə C, qalıqda isə 8 alınır. A ədədinin 5-ə bölünməsinə alınan natamam qisməti tapın. Deməli, A bölünsün 10, natamam qismət, qalıq isə 8. Biz bilirik ki, buradan A bərabərdir, yəni bölünən bərabərdir. Bölən vurulsun natamam qismət, üstə gəlsin qalıq. A bu ifadəyə bərabərdir. İndi bizə deyir ki, A ədədinin 5-ə bölünməsinə alınan natamam qisməti tapın. Yəni 10C üstə gəl 8 bölünsün 5. Bərabərdir. 10C 5-ə bölünəndə 2C üstə gəl. 8-i 5-ə böldükdə bir dəfə, qalıq isə 3. Deməli, natamam qismət alındı ki, 2C üstə gəl 1. Cavab B variantı. Baxaq 3-cü suala. A ədədini 8-ə böldükdə qalıqda 7 alınır. 2A üstə gəl 1 ədədini 8-ə böldükdə alınan qalığı tapın. Yazaq indi. Bunu iki cür həll etmək olar. A ədədini böldüm 8-ə. Natamam qismət, qalıq isə 7 alındı. Buradan A nəyə bərabərdir? 8C üstə gəl 7-yə. Bizə də deyir ki, 2A üstə gəl 1 ədədini 8-ə böldükdə alınan qalığı tapın. Burada A-nın yerinə bu ifadəni qoyuruq. Yəni 2 vurulsun 8C üstə gəl 7 üstə gəl 1. Bərabərdir. 16C üstə gəl 14 üstə gəl 1. Yəni 16C üstə gəl 15. Deməli, bu ədədi 8-ə böldükdə alınan qalığı tapaq. 16C üstə gəl 15-i bölürük 8-ə. 16C bölündükdə 2C üstə gəl 15-də 8 bir dəfə, qalıq isə 7. İndi baxaq başqa cür necə düşünmək olar. Məsələn, A ədədini 8-ə böldükdə qalıqda 7 alınırsa, elə bu ədəd özü 7-dir. Çünki 7-ni böldükdə 8-ə düşür 0 dəfə, qalıq isə 7. Deməli, bu ədədin özünü 7 götürmək olar. Sonra A-nın yerinə 7 qoyub, yenə 8-ə bölmək olar. Yazıram 2 vur 7 üstə gəl 1 bölünsün 8. Bu da bərabərdir 15 böl 8. Burada bir dəfə qalıq 7. Baxaq 4-cü suala. Natural ədədi 21-ə böldükdə qalıqda 16 alınır. Bu ədədi 7-yə böldükdə alınan qalığı tapın. A bölünsün 21 bərabərdir natamam qismət, qalıq isə 16. Buradan A-nı tapaq. 21C üstə gəl 16. Bizə də deyir ki, bu ədədi 7-yə böldükdə alınan qalığı tapın. Yəni A ədədini 7-yə böldükdə alınan qalığı tapaq. 21C üstə gəl 16 bölürəm 7-yə. Bərabərdir. 21C-ni 7-yə böldükdə 3C üstə gəl 16-da 7 2 dəfə. 14 qalıq isə 2. İndi baxaq ikinci üsula. Natural ədədi 21-ə böldükdə qalıqda 16 alınır. Biz hansı ədədi 21-ə bölsək qalıqda 16 alınır? Deməli, elə 16-nın özü. 16-nın özünü 21-ə böldükdə düşür 0 dəfə, qalıq elə ədədin özü alınır. Bu ədədi 7-yə böldükdə alınan qalığı tapın. Yəni 16-nı bölürəm 7-yə 2 dəfə.
Qalıq isə natamam qismət 2, qalıq isə 2 alınır. Cavab A variantı. 5-ci suala baxaq. Natural ədədi 12-yə böldükdə qalıqda 10 alınır. Bu ədədi 6-ya böldükdə alınan qalığı tapın. A böl 12, natamam qismət qalıq 10. Buradan A nəyə bərabərdir? 12C üstəgəl 10-a. Bizə də deyir ki, bu ədədi 6-ya böldükdə alınan qalığı tapın. Yəni A ədədini 6-ya böldükdə alınan qalığı soruşur. 12C üstəgəl 10 böl 6 bərabərdir. 12C-ni 6-ya böldükdə 2C üstəgəl 10-u 6-ya böldükdə bir dəfə, qalıq isə 4. İndi baxaq ikinci üsula. Natural ədədi 12-yə böldükdə qalıq 10 alınır. Biz hansı ədədi 12-yə bölsək, qalıqda 10 alınır. Elə 10-u. Məsələn, 10-u böldük 12-yə, 0 dəfə düşdü, qalıq elə ədədin özü alındı. Deməli, buradan onda 10-u bölsək 6-ya, düşür bir dəfə, qalıq 4. İndi baxaq 6-cı suala. Altı rəqəmli ədədinin 6-ya bölünməsi üçün A-nın mümkün qiymətlərinin cəmini tapın. Baxaq indi. Ədədin 6-ya bölünməsi üçün onun eyni zamanda 2-yə və 3-ə bölünməsi də lazımdır. Deməli, bu ədədin 2-yə bölünməsi üçün A cüt ədəd olmalıdır. Yəni, A olmalıdır 2, 4, 6, 8. 3-ə bölünməsi üçün isə rəqəmlərin cəmi 3-ə bölünməlidir. Baxaq indi rəqəmləri cəminə. 7 üstəgəl 3, üstəgəl 2, üstə 1, üstə 6, üstə A. Bərabərdir. 10, 13, 19. 19 üstəgəl A. Deməli, burada A hansı ədədlər ola bilər? A 2 olsa, olur 21. 3-ə bölünür, bəli. A 4 olsa, 19 üstəgəl 4. 23. 3-ə bölünür, xeyr. A 6 olsa, 19 üstəgəl 6, bərabərdir 25. 3-ə bölünür, xeyr. A 8 olsa, 19 üstəgəl 8, bərabərdir 27. 3-ə bölünür, bəli. Deməli, A-nın mümkün qiymətlərinin cəmi 2-dir, bir də 8-dir. Cəmi isə 10. Cavab C variantı. İndi baxaq 7-yə. N-in hansı qiymətlərində 5 rəqəmli ədəd 3-ə tam bölünür? 3-ə bölünməsi üçün rəqəmləri cəmi 3-ə tam bölünməlidir. Baxaq bunun rəqəmləri cəminə. 7 plus 1, 8, 10, bu da 14. 14 üstəgəl N. Biz N-ə hansı ədədləri versək, 3-ə tam bölünər. N-ə 1 versək, olur 15, 3-ə tam bölünür. N-ə 2 versən, olur 16, bölünmür. N-ə 3 versək, olur 17, 3-ə bölünmür. N-ə 4 versək, 18, 3-ə bölünür. Bəli. Baxaq, 1, 4, bir də 7. N-ə 7 verdikdə 21, bu da 3-ə tam bölünür. Deməli, 1, 4, 7. Baxaq 8-ci suala. Bu ədədlərin hasilinin 7-yə bölünməsindən alınan qalığı tapın. Deməli, mən bu ədədi 147.770 üstəgəl 6 şəklində yaza bilərəm. İkinci ədədi də 147.770 üstəgəl 3 şəklində yaza bilərəm. Bərabərdir. Deməli, bu ədəd 7-yə tam bölünür, ona görə qalıq 0 qalır. Bu ədəd də 7-yə tam bölünür, qalıq 0 qalır. Burada qaldı 6 vur 3. 6 vur 3 olur 18. İndi 18-in 7-yə bölünməsinə alınan qalığı tapaq. 2 dəfə 14, 18-dən də 14 çıxdıqda alınır 4. Deməli, bu ədədlərin hasilinin də 7-yə bölünməsinə alınan qalıq 4-ə bərabərdir. Cavab B variantı. Baxaq 9-cu suala.
Bu ədədlərin hasilinin 8-ə bölünməsindən alınan qalığı tapın. Deməli, burada da birinci ədədi yaza bilərəm. 328.880 üstəgəl 5 şəklində. İkinci ədədi də 328.880 üstəgəl 2 şəklində yaza bilərəm. Bu ədəd 8-ə tam bölünür. 0 qalıq qalır. Bu da tam bölünür. Qalıq 0 qalır. Burada 5 qaldı. Burada da 2. Deməli, 5 vur 2 bərabərdir 10. Onun 8-ə bölünməsinə alınan qalığı baxaq. Bir dəfə 8, qalıq isə 2 qalır. Deməli, elə bu ədədlərin də hasilinin 8-ə bölünməsinə alınan qalıq 2-yə bərabərdir. Cavab D variantı. 10-cu sual. Deməli, xz vurulsun 4yz bərabərdir 7344 olarsa, x üstəgəl y üstəgəl z cəmini tapın. Burada x yalnız 1 ola bilər. Çünki məsələn x-ə 2 versək, 2 vur 4 alınır 8000 nə qədər? 7000-i aşır. Ona görə x yalnız bir ədədi ola bilər. İndi baxaq z-ə. Burada z-i z-ə vurub 4 alıb. Yəni son rəqəmi 4 alınıb. Bunda z hansı ədədlər ola bilər? 2 ola bilər, bir də 8 ola bilər. Çünki 2-ni 2-yə vurduqda 4, 8 də 8-ə vurduqda 64. Son rəqəmləri uyğun gəlir. Onda deməli z də 2 və 8 ədədləri ola bilər. Onda xz hansı ədəd ola bilər? 1 ola bilər 12, bir də ola bilər 18. Xz-in hər iki qiymətini də yoxlayaq. Yəni 12 vur 4yz bərabərdir 7344. Bir də 18 vur 4yz bərabərdir 7344. İndi baxaq. Burada 4yz tapmaq üçün 7344-ü 12-yə bölmək lazımdır. 12-yə böldük. Burada alınır 73-də 12 6 dəfə. Yəni 600 nə qədər? Bunun isə ilk rəqəmi 4 ilə başlayır. Ona görə bu variant ola bilməz. Uyğun gəlmir. İndi baxaq ikinci varianta. Buradan 4yz bərabərdir 7344 bölünsün 18. Bölək baxaq. 4 dəfə 72, 14-də 0 dəfə, 144-də də 8 dəfə. Deməli, alındı 408. Biz də z-i bilirdik, axı 8-dir. Onda y-i tapdıq 0. Deməli, x oldu 1, z oldu 8, y də oldu 0. Bunların cəmləri isə 9-a bərabərdir. Cavab Y variantı. Baxaq 11-ci suala. Beş rəqəmli ədədini 5-ə böldükdə qalıqda 4 alınır. Həmin ədədin 18-ə tam bölündüyünü bilərək x, y hasilini tapın. Yazaq. 7x 23y. 5-ə bölünmə əlaməti odur ki, ədədin son rəqəmi 0 və 5 olarsa, həmin ədəd 5-ə tam bölünür. Amma burada deyir ki, bu ədədi 5-ə böldükdə qalıqda 4 alınır. Deməli, bu ədədin son rəqəmi 4-dür ya da 9-dur. Yəni y ya 4-dür ya da 9-dur. Burada qeyd edib ki, bu ədəd 18-ə tam bölünür. 18-ə bölünmə əlaməti odur ki, ədəd eyni zamanda 2-yə və 9-a bölünürsə, deməli 18-ə də tam bölünür. İndi baxaq, bu ədədin 2-yə tam bölünməsi üçün cüt ədəd olmalıdır. Yəni y cüt olmalıdır. Ona görə 9 götürə bilmərik. Götürə bilərik 4-ü. Yəni 7x 23 4. 9-a bölünmə əlaməti də odur ki, rəqəmləri cəmi 9-a tam bölünməlidir. İndi baxaq bu ədədin rəqəmləri cəminə. Bölünməlidir 9-a. Bərabərdir. 9, 12, 16. 16 üstəgəl x bölünsün 9. X-a hansı ədədi versək 9-a tam bölünər. X-a 2 versək 16 üstəgəl 2 bölünsün 9. Bərabərdir 18 böl 9.
Yəni 2. Deməli, x oldu 2, y də oldu 4. Bizdən x, y hasilini soruşur. Bərabərdir 8-ə. Cavab B variantı. 12 də eyni bu üsulla həll edək. 45x 8y. Deməli, bu 5 rəqəmli ədədini 5-ə böldükdə qalıqda 3 alınır. Həmin ədədin 18-ə tam bölündüyünü bilərək x, y hasilini tapın. Ədədin 5-ə bölünməsi üçün sonu 0 və 5 olmalıdır. Amma burada deyir ki, 5-ə böldükdə qalıqda 3 alınır. Onda deməli bu ədədin sonu 3-dür ya da 8-dir. Yəni y ya 3-dür ya da 8-dir. İndi deyir bu ədəd 18-ə tam bölünür. 18-ə bölünmə əlaməti odur ki, ədəd eyni zamanda 2-yə və 9-a tam bölünməlidir. Onda bu ədədin 2-yə bölünməsi üçün bu ədəd cüt olmalıdır. Yəni y cüt ədəd olmalıdır. Ona görə 3 götürə bilmərik. Y-i götürdük 8. 45, x 8, y-in yerinə də yazdım 8. 9-a bölünməsi üçün isə rəqəmləri cəmi 9-a tam bölünməlidir. Bunun rəqəmləri cəmini tapaq. 9 üstəgəl x üstəgəl 16 bölünməlidir 9-a. 25 üstəgəl x. Deməli, x-a hansı ədədi versək 9-a tam bölünər. X-a 2 versək olur 27 böl 9. Yəni, x-a 2 verdikdə bu ədəd 9-a tam bölünür. Ona görə x-i götürdük 2, y-i də götürdük 8. X, y hasili isə alınır 16. Cavab Y variantı. Baxaq 13-cü suala. 3-ə qalıqsız bölünən natural ədədləri 12-yə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın. 3-ə qalıqsız bölünən ədədlər hansılardır? 3, 6, 9, 12, 15, 18, 21, 24, 27, 30, 33, 36 və s. İndi baxaq. Bizə deyir, bu ədədləri 12-yə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın. Məsələn, 3-ü 12-yə böldükdə nə alınır? Qalıq 3. 6-nı 12-yə böldükdə qalıq 6. 9-u 12-yə böldükdə qalıq 9. 12-ni 12-yə böldükdə qalıq 0. İndi baxaq, 15-i 12-yə böldükdə bir dəfə qalıq 3. 18-i 12-yə böldükdə bir dəfə düşür, qalıq 6. 21-i 12-yə böldükdə bir dəfə qalıq 9. 24-ü 12-yə böldükdə qalıq 0. 27-ni 12-yə böldükdə 2 dəfə 12, 24, qalıq 3. 30-u 12-yə böldükdə 2 dəfə 24, qalıq 6. 33-ü 12-yə böldükdə 2 dəfə qalıq 9. 36-nı 12-yə böldükdə qalıq 0. İndi baxaq. Qalıqlar təkrarlanır. 3, 6, 9, 0, 3, 6, 9, 0, yenə 3, 6, 9, 0, yenə eyni bu qayda ilə gedir. Bizdən isə alına bilən müxtəlif qalıqların cəmini soruşur. Müxtəlif qalıqlar 3, 6, 9, bir də 0. Yəni 3 üstəgəl 6, üstəgəl 9. Alınır 18. Cavab D variantı. 14-ə baxaq. 7-yə qalıqsız bölünən natural ədədləri 28-ə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın. Yazaq, 7-yə qalıqsız bölünənlər 7, 14, 21, 28, 35, 42, 49, 56 və s. İndi baxaq. 7-ni 28-ə böldükdə qalıq 7, 14-ü 28-ə böldükdə 0 dəfə qalıq 14, 21-i 28-ə böldükdə qalıq 21. 28-i 28-ə böldükdə qalıq 0. İndi baxaq 35-ə. 28-ə böldükdə düşür bir dəfə, qalıq 7. 42-ni 28-ə böldükdə düşür bir dəfə, qalıq 14. Burada bir dəfə düşür. 49-dan da 28 çıxdıqda 21. 56-nı 28-ə böldükdə 2 qalır, qalıq isə 0. Baxırıq yenə 7, 14, 21, 0, 7, 14, 21, 0. Yenə eyni bu qayda ilə təkrarlanır. Ona görə alına bilən müxtəlif qalıqlar olur 7, 14, 21, bir də 0. Bizdən isə bunların cəmini soruşur.
bərabərdir 42-yə. Cavab D variantı. İndi baxaq 15-ci suala. AB ədədini BA ədədinə bölünməsinə alınan natamam qismət vahidə, qalıq isə 36-ya bərabər olarsa, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Yəni, AB-ni BA-ya böldükdə natamam qismət vahidə bərabər olur, yəni 1-ə. Qalıq isə 36-ya bərabər olur. AB-ni və BA-nı açaq. Deməli, 10A üstəgəl B, BA-nı açdıqda 10B üstəgəl A bərabərdir 1, qalıq isə 36. Biz bilirik ki, buradan 10A üstəgəl B, yəni bölünən bərabərdir. Natamam qismət vurulsun bölən, yəni 10B üstəgəl A vurulsun 1, üstə gəlsin qalıq. Buradan 10A-dan A-nı çıxdıqda 9A çıx 9B bərabərdir 36-ya. 9 çıxır mötərizə xaricinə. A çıx B bərabərdir 36. Buradan da A çıx B bərabərdir 4-ə. A və B-yə qiymətlər verəcək. A 5 olduqda B 1, A 6 B2, A 7 B3, A 8 olduqda B4 olur, A 9 olduqda B5 olur. Biz bilirik ki, bölən qalıqdan kiçik ola bilməz. Yəni, BA böyük olmalıdır 36-dan. İndi baxaq. Burada BA olur 15, burada BA olur 26, burada 37, 48 və 59. İndi baxaq. BA böyükdür 36 şərtini ödəyən hansılardır? 37, 48 və 59. A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli, onda A-nın ala biləcəyi qiymətlər olur 7, 8 və 9. Cəmləri eləyir 24. Cavab A variantı. Baxaq 16-cı suala. Bu ədəd 12-yə bölünərsə, A üstəgəl B üstəgəl C ifadəsinin ala biləcəyi ən kiçik qiyməti tapın. Ədədin 12-yə bölünməsi üçün o eyni zamanda 3-ə və 4-ə də bölünməlidir. İndi baxaq. Bu ifadənin 4-ə bölünməsi üçün son 2 rəqəmi 4-ə bölünməlidir. Yəni, C-nin yerində ola bilər 0, ola bilər 4, ola bilər 8. Bizdən də ən kiçik qiymətin soruşduğuna görə, burada ən kiçik qiymət yazıb. Ona görə biz C bərabərdir 0 götürürük. Yazıram A2, B6, C-nin yerində 0. Bu ədədin 3-ə bölünməsi üçün isə onun rəqəmləri cəmi 3-ə bölünməlidir. Yəni, 2, 6, 8, üstəgəl A, üstəgəl B. Bu ədəd 3-ə bölünməlidir. Ona görə biz A plus B-yə ən kiçik nə qiymətini verə bilərik? 1. Deməli, A üstəgəl B oldu 1, C də oldu 0. Bunun ən kiçik qiyməti isə 1-ə bərabərdir. Baxaq 17-ci suala. Rəqəmləri fərqli olan 2 rəqəmli ədədi 5-ə böldükdə, qalıq ən böyük olarsa, bu şərti ödəyən neçə 2 rəqəmli ədəd var? Rəqəmləri fərqli olan 2 rəqəmli ədəd dedikdə, biz AB yaza bilərik. AB-ni bölək 5-ə. Alınır C, yəni natamam qismət, qalıq isə 5-dən kiçiklər olmalıdır. 4, 2, 3 və 1 alına bilər. Bizə də şərtdə qeyd edib ki, ədədi 5-ə böldükdə qalıq ən böyük olur. Onda biz alına bilən qalıqlar içərisindən ən böyüyünü götürməliyik, yəni 4-ü. Onda olur AB böl 5 bərabərdir C, qalıq 4. Buradan da AB-ni tapa bilərik. Yəni AB bərabərdir, bölən vurulsun natamam qismət, üstə gəlsin qalıq. Yəni 5C üstəgəl 4 bərabərdir AB 2 rəqəmli ədədinə. İndi C-yə qiymətlər verib AB-ni tapaq. Bərabərdir 1 olsa, onda AB bərabər olur 5 vur
1 üstəgəl 4, yəni 9-a. AB də 2 rəqəmli ədəddir, 9-a bərabər ola bilməz. Ona görə C bərabərdir 1 götürə bilmərik. C 2 olduqda C 2 olsa AB olur 14. C 3 olsa AB olur 19. C 4 olsa AB olur 24. Baxa görə C-nin sonuncu qiyməti neçədir? Əgər C 20 olsa, onda 5 vur 20 üstəgəl 4 bərabər olur 104-ə. AB də 2 rəqəmli ədəddir, 104 ola bilməz. Ona görə C bərabərdir 20 götürə bilmərik. Götürək C bərabərdir 19. C 19 olduqda 5 vur 19 üstəgəl 4. Alınır ki, 95 üstəgəl 4, 99. Deməli, C-nin sonuncu qiyməti 19-dur. C 19 olduqda AB 99 olur. İndi baxa görək 14-dən 99-a kimi neçə dənə ədəd var. Bunun üçün A-ın çıx A1 böl aralarındakı fərqə, yəni D-yə. Üzərinə gəl 1. Sonuncu 99-dur. Çıxırıq birincini 14-ü, bölürük aralarındakı fərqə. 5 artır. 14, 19, 24. Böldüm 5-ə. Üzərinə 1 əlavə etdim. Deməli, 85 böl 5 üstə 1. Bu da bərabərdir 17 üstəgəl 1. Bərabərdir 18-ə. Və yaxud da belə tapa bilərik. C-lərin qiymətinə əsasən 2-dən 19-a kimi neçə dənə ədəd var. Bunun üçün sonuncudan çıxırıq birincini, yəni 2-ni. Üzərinə 1 gəlirik. Bu da eləyir 18. Deməli, burada 18 dənə ədəd var. Şərtdə rəqəmləri müxtəlif olan 2 rəqəmli ədədlər qeyd etdiyinə görə biz rəqəmləri eyni olan ədədləri götürə bilmərik. Baxaq görə indi rəqəmləri eyni olan ədədlər varmı? 14, 19, 24, 5 artdığına görə yazıram 29, 34, 39, 44, 49, 54, 59, İndi baxıram. Burada rəqəmləri eyni olan ədədlər hansılardır? Bir 44 ola bilməz, bir də 99 ola bilməz. Biz də buradan tapdıq ki, 18 dənə ədəd var. 18-dən çıxırıq bu ikisini, yəni 44 və 99-u çıxırıq. Çünki bunlar ola bilməz. Qalır 16. Deməli, bu şərti ödəyən 16 dənə 2 rəqəmli ədəd var. Baxaq indi 19-cu suala. Daha doğrusu 18-ci suala. Bu ədəd 30-a tam bölünürsə, A-nın mümkün qiymətlərinin cəmini tapın. Bu ədədin 30-a tam bölünməsi üçün o eyni zamanda 10-a və 3-ə də tam bölünməlidir. 10-a bölünməsi üçün isə son rəqəmi 0-a bərabər olmalıdır. Yəni sonu 0 olan bütün ədədlər 10-a tam bölünür. Ona görə B bərabərdir 0 qəbul edirik. 3-ə tam bölünməsi üçün isə rəqəmləri cəmi 3-ə tam bölünməlidir. İndi baxaq bu ədədin rəqəmləri cəminə. 3A bir dənə daha burada. 4A üstəgəl 8 üstəgəl. B-ni də 0 götürdük. Deməli, bu ədədin rəqəmləri cəmi 4A üstəgəl 8-ə bərabərdir. İndi baxaq görək. A-ya hansı qiyməti verdikdə bu ədədin rəqəmləri cəmi 3-ə bölünür. Yəni, bu ədəd özü də 3-ə bölünür. Biz A-ya 1-dən 9-a kimi qiymətlər verə bilərik. A-ya 1 versək. 4 vur 1 üstəgəl 8 olur 12. 3-ə tam bölünür, bəli. A2 olsa 4 vur 2 üstəgəl 8 olur 16. 3-ə tam bölünür, xeyr. A3 olsa 12 üstəgəl 8 bərabərdir 20. 3-ə tam bölünür, xeyr. A4 olsa 4 vur 4 üstəgəl 8 olur 24. 3-ə tam bölünür, bəli. A5 olsa 20 üstəgəl 8 bərabərdir 28. 3-ə tam bölünür, xeyr. A6 olsa 24 üstəgəl 8 olur 32. 3-ə tam bölünmür. A7 olsa 28 üstəgəl 8 bərabərdir 36. 3-ə tam bölünür, bəli. A8 olsa 32 üstəgəl 8 bərabərdir 40. 3-ə tam bölünmür. A9 olsa 36 üstəgəl 8 bərabərdir 44. 3-ə tam bölünür, xeyr. A-nın mümkün qiymətləri cəmini soruşur. Deməli, A-nın bir mümkün qiyməti 1, 4,
bir də 7-dir. Deməli, A-nın mümkün qiymətləri oldu 1, 4, 7. Bunların cəmi isə 12-yə bərabərdir. Baxaq indi 19-cu suala. Bu ədəd 30-a tam bölünürsə, A-nın mümkün qiymətlərinin cəmini tapın. 30-a tam bölünməsi üçün eyni zamanda 10-a və 3-ə də bölünməlidir. 10-a bölünməsi üçün isə son rəqəmi 0 olmalıdır. Yəni, B bərabər olmalıdır 0-a. 3-ə tam bölünməsi üçün isə rəqəmləri cəmi 3-ə tam bölünməlidir. İndi baxaq bu ədədin rəqəmləri cəminə. 1A burada, 3 dənə də burada. 4A üstəgəl 6, üstəgəl B-də 0 götürdük. Deməli, bu ədədin rəqəmləri cəmi oldu 4A üstəgəl 6. A-ya qiymətlər verək. A-ya 1-dən 9-a kimi qiymətləri verə bilərik. A-ya 1 verdikdə olur 10. 3-ə tam bölünür, xeyr. A-ya 2 verdikdə 14. 3-ə tam bölünür, xeyr. A-ya 3 versək 18. Bəli, 3-ə tam bölünür. A-ya 4 versək 16, 6, 22. 3-ə tam bölünmür. A-ya 5 versək 26. 3-ə tam bölünmür. A-ya 6 versək 30. 3-ə tam bölünür. Bəli. A-ya 7 versək 34. 3-ə tam bölünmür. A8 olsa 38. Bu da 3-ə tam bölünmür. A9 olsa 36 üstəgəl 6, 42. 3-ə tam bölünür. Bəli. A-nın mümkün qiymətləri hansılar oldu? 3, 6, bir də 9. Bunların cəmi isə 18-ə bərabərdir. 20-ci sual. AB ədədini 9-a böldükdə qalıqda 5 alınır. ABC ədədi 9-a tam bölünürsə, C-ni tapın. Ədədin 9-a tam bölünməsi üçün onun rəqəmləri cəmi də 9-a tam bölünməlidir. Burada ədədi 9-a böldükdə qalıqda 5 qalıb. Məsələn, 9-a böldükdə qalıqda 5 olan 2 rəqəmli ədəd deyək. 14, 23, 32 və s. 14-ü 9-a böldükdə 1, qalıqda 5 olur. 23-ü 9-a böldükdə 2, qalıqda 5 qalır. 32-ni 9-a böldükdə 3, qalıq 5 alınır. Bu ədədlərin rəqəmləri cəmi 5-ə bərabərdir. Ona görə biz A üstəgəl B-ni 5 qəbul edə bilərik. Sonra deyir, ABC ədədi 9-a tam bölünür. ABC ədədinin 9-a tam bölünməsi üçün onun rəqəmləri cəmi də 9-a tam bölünməlidir. Yəni, A üstəgəl B üstəgəl C 9-a tam bölünməlidir. Biz A üstəgəl B-ni 5 qəbul etdik. Yazıram 5 üstəgəl C. Deməli, C-yə hansı qiyməti versəm, bu ifadə 9-a tam bölünür. Baxaq görək, C-yə 1 verdikdə alınır 6, 9-a bölünmür. C-yə 2 verdikdə alınır 7, 9-a tam bölünmür. C3 olsa alınır 8, 9-a tam bölünmür. C4 olsa alınır 9. Bəli, bu 9-a tam bölünür. Deməli, C bərabərdir 4-ə. Baxaq 21-ci suala. AB ədədini 9-a böldükdə qalıqda 3 alınır. ABC ədədi 9-a tam bölünürsə, C-ni tapın. Yenə 9-a böldükdə qalıqda 3 olan 2 rəqəmli ədəd deyək. Məsələn, 12, 21, 9-a böldükdə alınır 1 dəfə, qalıq 3. 21-i 9-a böldükdə 2 dəfə, qalıq 3. Bu ədədlərin cəmi 3-ə bərabərdir. Deməli, biz A üstəgəl B-ni 3 qəbul edə bilərik. İndi ABC ədədi 9-a tam bölünür. Onda A üstəgəl B üstəgəl C, yəni rəqəmlərin cəmi də 9-a tam bölünür. Biz buradan A üstəgəl B-ni 3 qəbul etdik. Ona görə A üstəgəl B-nin yerinə 3 yazıram. 3 üstəgəl C. Bu ifadə 9-a tam bölünməlidir. Bunun 9-a tam bölünməsi üçün C neçə olmalıdır? C-yə 1 versək, alınır 4, bölünmür. C-yə 2 versək, alınır 5, bu da bölünmür. C3 olsa, alınır 6, bu da 9-a tam bölünmür. C4 olsa, olur 7. Bu da 9-a tam bölünmür. C6 olsa olur 9. Deməli, C-nin 6 qiymətində bu ifadə 9-a tam bölünür.
Baxaq 22-ci suala. Bölmə əməlində natamam qismət A-ya bərabərdir, qalıq isə B-yə bərabərdir. AB hasilini tapın. Yazırıq. Çubuqlu bölmə ilə bölək. Bunu x, y-ə böldükdə bir dəfə, 0-da 0 dəfə, 6-da isə 2 rəqəmli ədəd yoxdur, yəni 0 dəfə. Qalıq oldu 6. Deməli, qalıq 6-ya bərabərdir, natamam qismət isə 100-ə bərabərdir. Bizə də deyir, natamam qismət A-dır, yəni A 100-dür. Qalıq isə B-yə bərabərdir, yəni B də 6-ya bərabərdir. Bizdən AB hasilini soruşur. 6 100 vur 6 bərabərdir 600. Baxaq indi 23-ə. Burada da x, y, 0, 4 bölürük x, y-ə. X, y-də bir dəfə, 0-da 0 dəfə, 4-də 2 rəqəmli ədəd yoxdur, yəni 0 dəfə. Qalıq alındı 4. Natamam qismət isə 100-dür. Yəni A 100-ə bərabərdir, B isə 4-ə bərabərdir. Burada da AB hasilini soruşur. AB hasili bərabərdir 100 vur 4. Yəni 400. Keçək 24-cü suala. İki natural ədədin cəmi 211-ə bərabərdir. Bu ədədlərdən böyüyünü kiçiyinə böldükdə natamam qismətdə 4, qalıqda 1 alınır. İki natural ədədin cəmi 211-ə bərabərdir. Yazaq A üstə B bərabərdir 211. Bu ədədlərdən böyüyünü kiçiyinə bölək. A böl B bərabərdir. Natamam qismətdə 4, qalıqda isə 1. Buradan A bərabərdir. Natamam qismət vurulsun bölən, üstə gəlsin 1. Deməli, A-nı B ilə ifadə elədik. Aparaq yuxarıda yerinə qoyaq. 4B üstə gəl 1, üstə gəl B bərabərdir 211-ə. Buradan 5B bərabərdir 210, B də bərabərdir 42. B 42-dirsə, onda A nəyə bərabərdir? 4 vur 42, üstə gəl 1 bərabərdir. 168 üstə gəl 1. 169-a bərabərdir. Deməli, ədədlər oldu 169, bir də 42. Bizdən böyüyün soruşduğuna görə cavab olur 169. Baxaq 25-ci suala. 9n kubu bərabərdir m0 87 bərabərliyindən m-in hasilini tapın. N kubunu tapmaq üçün m0 87 ədədini 9-a bölmək lazımdır. M0 87-nin də 9-a tam bölünməsi üçün onun rəqəmləri cəmi də 9-a tam bölünməlidir. Yəni 15 üstə gəl m bölünməlidir 9-a. İndi baxaq görək m-in hansı qiymətində bu ədəd 9-a tam bölünür. M1 olsa alınır 16, 9-a bölünmür. M2 olsa alınır 17, yenə 9-a bölünmür. M3 olsa rəqəmləri cəmi olur 18. 18 də 9-a tam bölünür. Deməli, m oldu 3. M-in yerinə 3 qoyub n-i tapaq. N kubu bərabərdir 3087 böl 9. Buradan bu da bərabərdir 343. N də bərabərdir 7-yə. M-in hasili isə bərabərdir 3 vur 7. Bu da bərabərdir 21-ə. Cavab 21. Baxaq indi 26-cı suala. 7-yə bölündükdə qalıqda 4 alınan ədədlər 3-ə tam bölünürsə, bu şərti ödəyən iki rəqəmli ədədlərdən ən kiçik və ən böyüyünün cəmini tapın. 7-yə böldükdə qalıqda 4 alınan ədədləri yazaq. 11, 18, 25, 32, 81, 88 və sonuncusu 95. Şərtdə qeyd edib ki, 7-yə bölündükdə qalıqda 4 alınan ədədlər 3-ə tam bölünür. Bu ədədlərdən ən kiçiyin və ən böyüyün cəmini tapın. Onda bu ədədlərdə ən kiçiyi hansı olur? 18. 11-i götürə bilmərik, çünki 3-ə tam bölünmür. Deməli, bunlardan ən kiçiyi oldu 18. Ən böyüyü isə 95 3-ə bölünmür deyə götürmürük. 88 də bölünmür götürmürük. 81. Ən böyüyü də oldu 81.
Deməli, 7-yə bölündükdə qalıqda 4 alınan ədədlər həm də 3-ə tam bölünən ədədlərin ən kiçiyi 18-dir, ən böyüyü isə 81-dir. Bunların cəmi isə 99-a bərabərdir. 27-ci sual. M ədədini 7-yə böldükdə qalıqda 6 alınır. M kvadrat üstəgəl 3M üstəgəl 7 ədədini 7-yə böldükdə qalıqda neçə alınır? Bunu iki üsulla həll etmək olar. Baxaq birinci üsula. M ədədini 7-yə böldükdə qalıqda 6 alınır. Biz M ədədini elə 6-ya bərabər götürə bilərik. Çünki 6-nı 7-yə böldükdə 0 dəfə qalıq isə elə ədədin özü olur, yəni 6. Onda M kvadrat üstəgəl 3M üstəgəl 7 ədədinin 7-yə bölünməsinə alınan qalıq neçə olar? M-i yerinə gətirib 6-nı qoyuruq. 36 üstəgəl 18 üstəgəl 7. Bölünsün 7 bərabərdir. Topladıqda olur 61 böl 7. Bərabərdir bu da 8 dəfə, qalıq isə 5-ə bərabərdir. Baxaq indi ikinci üsula. Burada M nəyə bərabərdir? Bölən vurulsun natamam qismət, üstə gəlsin qalıq. Bu ifadəni biz M vurulsun M üstəgəl 3, üstəgəl 7 şəklində yaza bilərik. M-i yerinə gətirib bu ifadəni qoyaq. 7-si üstəgəl 6, 7-si üstəgəl 6, bir də üstəgəl 3. Bərabərdir. 7-si üstəgəl 9. Deməli, 7 isə 7-yə tam bölünür. 6 7-yə bölündükdə 0 dəfə, qalıq isə 6 olur. Burada 7 isə 7-yə tam bölünür. 9 7-yə bölündükdə bir dəfə, qalıq isə 2 qalır. Burada da 7 7-yə tam bölünür. Onda nə qaldı? 6 vur 2. Bərabərdir 12. 12-ni bölək 7-yə. Bir dəfə, qalıq isə 5 alınır. Baxaq indi 28-ci suala. M ədədini 5-ə böldükdə qalıqda 3 alınır. M kvadrat üstəgəl 6M üstəgəl 5 ədədini 5-ə böldükdə qalıqda neçə alınır? Burada da biz M ədədini elə 3-ə bərabər götürə bilərik. Çünki 3-ü 5-ə böldükdə 0, qalıq isə elə ədədin özü alınır, yəni 3. Onda M kvadratı üstəgəl 6M üstəgəl 5 ədədini 5-ə böldükdə alınan qalığı tapaq. M-i yerinə gətirib 3-ü qoyaq. 9 üstəgəl 18 üstəgəl 5. Bölünsün 5 bərabərdir. 32 bölünsün 5. 6 dəfə, qalıq isə 2-yə bərabərdir. Baxaq indi ikinci üsula. Burada M nəyə bərabərdir? Natamam qismət vurulsun bölən, üstə gəlsin 3. Bu ifadəni biz M vurulsun M üstəgəl 6, üstəgəl 5 şəklində yaza bilərik. M-i gətirək ifadədə yerinə qoyaq. 5S üstəgəl 3 vurulsun. Burada M-in yerinə 5S üstəgəl 3 qoyduqda, burada da 6 olduğuna görə 5S üstəgəl 9 olur. Deməli, bu ifadəni 5-ə bölək. 5S-ni 5-ə böldükdə qalıq 0, 3-ü 5-ə böldükdə 0 dəfə, qalıq isə 3. 5S tam bölünür, 9-u 5-ə böldükdə bir dəfə, qalıq 4. 5 də 5-ə tam bölünür. Deməli, burada nə qaldı? Qalıq 3, bir də qalıq 4. 3 vur 4 bərabərdir 12. 12-ni 5-ə bölək. 2 dəfə, qalıq isə 2. Deməli, burada da qalığı soruşur. Cavab 2-dir. Baxaq indi 29-a. N ədədini M kubu ədədinə böldükdə natamam qismətdə 2, qalıqda isə 31 alınarsa, N-in ən kiçik qiymətinin rəqəmləri cəmini tapın. İlk öncə qeyd edək ki, qalıq, yəni 31, böləndən böyük ola bilməz. Bunun üçün M kubu böyük olmalıdır 31-dən. Yəni, qalıq böləndən həmişə kiçik olur.
Burada onda m hansı ədədləri ala bilməz? M 1 olsa 1-in kubu 31-dən kiçik olur. Ona görə ola bilməz. 2 olsa 8 31-dən kiçikdir. Ona görə 2 də ola bilməz. 3 olsa 27 27 də 31-dən kiçikdir. Ona görə 3 də ola bilməz. M ola bilər 4. Çünki 4-ün kubu 31-dən böyükdür. Yəni 64 31-dən böyükdür. 4, 5, 6 və s. ola bilər. İndi baxaq bura. Burada n nəyə bərabərdir? Natamam qismət vurulsun bölən üstə gəlsin qalıq. Bizdən n-in ən kiçik qiymətini soruşur. Ona görə biz m-ə ən kiçik qiyməti verməliyik, yəni 4-ü. Onda necə olur? N nəyə bərabər olur? 2 vur 4-ün kubu 64, üstə gəl 31. Bərabərdir. 128 üstə gəl 31. Alındı 159. Deməli, n-in ən kiçik qiyməti 159-a bərabərdir. Bunun rəqəmləri cəmini soruşur. 1 üstə gəl 5, üstə gəl 9. Bərabərdir 15-ə. Cavab 15. Baxaq 30-cu suala. N ədədini 35-ə böldükdə natamam qismətdə m, qalıqda isə m kubu alınır. N-in ən böyük qiymətinin rəqəmləri cəmini tapın. Burada da ilk öncə qeyd edək ki, qalıq, yəni m kubu həmişə böləndən kiçik olmalıdır. M kubu kiçikdir 35-dən. Onda burada m nə ola bilər? M 1 olsa 1-in kubu 35-dən kiçikdir. Bəli, 2 olsa 2-nin kubu 8, 8 35-dən kiçikdir. Bəli, 3 olsa 3-ün kubu 27, 27 də 35-dən kiçikdir. Deməli, 3 də uyğundur. 4 olsa 4-ün kubu 64, 64 35-dən kiçik deyil. Ona görə m 4 və 4-dən sonraki qiymətləri ala bilməz. Baxaq indi bura. Burada n nəyə bərabərdir? Bölən vurulsun natamam qismət, üstə gəlsin qalıq. Yəni m kubu. Bizə deyir n-in ən böyük qiymətinin rəqəmləri cəmini tapın. N-in ən böyük qiymətini tapmaq üçün m-ə ən böyük qiyməti verməliyik. Yəni burada ən böyük qiyməti götürürük. 3-ü. Onda n bərabərdir 35 vur 3, üstə gəl 3-ün kubu 27. Bərabərdir. 105 üstə gəl 27. Cavab alınır 132. Bu ədədin rəqəmləri cəmi isə 6-ya bərabərdir. Keçək 31-ci suala. 402 AB və 75 CD ədədlərini 4-ə böldükdə qalıqda 3 alınır. A üstə gəl B bölünsün C üstə gəl D ifadəsinin ən böyük qiymətini tapın. Ədədin son iki rəqəmi 4-ə tam bölünürsə, deməli həmin ədəddə 4-ə tam bölünür. Məsələn, 402 AB ədədində son iki rəqəm, yəni AB ədədi 4-ə tam bölünürsə, 402 AB ədədi də 4-ə tam bölünür. İndi baxaq bura. Bizdən bu ifadənin ən böyük qiymətini soruşur. Bu ifadənin ən böyük qiymət alması üçün biz A plus B-yə, yəni surətə ən böyük qiyməti verməliyik, məxrəcə isə ən kiçik qiyməti verməliyik. Çünki böyük ədədi kiçik bir ədədə böldükdə böyük bir ədəd alınır. Amma böyük ədədə bölsək ən kiçik bir qiymət alınır. Onun üçün surətə ən böyük qiyməti verməliyik, məxrəcə isə ən kiçik qiyməti verməliyik. İndi baxaq 402 AB ədədinə. Biz AB-yə ən böyük qiyməti verməliyik. 96 4-ə tam bölünür. Bizə qalıqda 3 alınır dediyinə görə 96-ın üstə 3 gəlirik, olur 99. 75 CD. Bunun isə CD-nin isə ən kiçik qiymətini tapmalıyıq. Sonu 0-0 olsa 4-ə tam bölünür, qalıq 3 olduğuna görə biz üstünə 3 gəlirik. Olur 0-3. Deməli A oldu 9, B oldu 9, C oldu 0, D də 3. İndi yazaq A üstə gəl B bölünsün C üstə gəl D. Bərabərdir. 9 üstə gəl 9 böl 0 üstə gəl 3. Cavab oldu 18 böl 3. Bərabərdir 6. Deməli bu ifadənin ən böyük qiyməti 6-ya bərabərdir. Baxaq indi 32-yə. 58
AB və 238 CD ədədlərini 4-ə böldükdə qalıqda 2 alınır. A üstəgəl B bölünsün C üstəgəl D ifadəsinin ən böyük qiymətini tapın. Bu ifadənin ən böyük qiymətini tapmaq üçün biz surətə ən böyük qiyməti, məxrəcə isə ən kiçik qiymətləri verməliyik. İndi baxaq 58 AB ədədinə. AB ədədi 96 olsa 4-ə tam bölünər. Yəni sonu 96 olsa 4-ə tam bölünər. Amma qalıqda 2 olduğuna görə, yəni 4-ə tam bölünməməsi üçün biz üstünə 2 gəlirik. Olur 98. Yazdıq AB-yə 98. Bu ədədin sonu 0,0 olsa 4-ə tam bölünər. Amma üstünə 2 gəlirik. 0,2 olsa 4-ə bölündükdə qalıq 2 qalır. Amma bu ən kiçik qiymət deyil. 0,2-dən kiçik 1,0 var. Yəni 0-ın üstə 2 gəldikdə 2 alınır, 0-ın üstə 1 gəlsə 1 alınır. Yəni bu daha kiçikdir. Onun üçün sonu 0,8 olsa 4-ə tam bölünər. Yəni CD 0,8 olsa 4-ə tam bölünər. Amma qalığa görə üstünə 2 gəlirik. Sonu 10 olsa, yəni 1,0 olsa 4-ə bölündükdə qalıq 2 qalır. Ona görə ən kiçiyi budur. Ona görə bunu götürürük. Yəni A oldu 9, B oldu 8, C 1, D isə 0-a bərabər oldu. İndi yazırıq A üstəgəl B bölünsün C üstəgəl D. Bərabərdir. 9 üstəgəl 8 bölünsün 1 üstəgəl 0. 17 böl 1. Cavab 17. Deməli bu ifadənin ən böyük qiyməti 17-yə bərabərdir.